1945-ci ilin yayında müharibənin sonu yaxınlaşdıqca Yaponiyanın vəziyyəti getdikcə çətinləşirdi. Amerika Yaponiyaya böyük təzyiq göstərdi və 26 iyul 1945-ci ildə Potsdam konferansında Yaponiya hökumətinə müharibəni dayandırmaq üçün ultimatum verdi. Yaponiya bu ultimatuma rəsmi cavab verməli oldu. Yaponiyanın baş naziri Kantaro Suzuki mətbuat konferansında Yaponiya hökumətinin cavabını Mokutsatsu ifadəsi ilə izah edib. Mokutsatsu, Yapon dilində ciddi qəbul etməmək və ya görməmək deməkdir. Lakin bu sözün işlədilməsi Qərb mətbuatında yanlış şərh edilib. Mokutsatsu termininin səhv başa düşülməsi Yaponiyanın təslim olma danışıqları prosesinə böyük təsir göstərdi. Nəticədə Amerika 1945-ci il avqustun 6 və 9-da Xirosima və Nagasakiyə atom bombası atdı. Bu bombalar müharibənin sonunu gətirdi və Yaponiyanın təslim olmasını sürətləndirdi.